Salam, mən Fez Akademinin təlimçisi Firuzə Hüseyndir. Bugün sizə Azərbaycan dili fənnindən çətin gələn mövzulardan biri olan feilin şəkilləri mövzusunun izahını verəcəm. Feilin şəkilləri. Feilin şəkillərin birinci adlarından danışacağıq və onlara aid şəkilçilər hansılardır? Qarışdırılan məqam varsa, bunları necə fərqləndirə bilərik? Bu izahda artıq bu problemləri aradan qaldırmış olacaq. Feilin şəkillərindən birinci danışacağıq əmr şəkli haqqında. Əmr şəkli nədir? Bildiyiniz kimi, əmr cümləsinə bildirirdi. Arzu, istək, xahiş bildirirdi. Deməli, eyni şəkildə əmr şəklində olan feil də əmr, xahiş, nəsihət, öyüd bildirəcək. Və əmr şəklinin xüsusi şəkilçisi yoxdur. Əmr şəklini düzəltmək üçün biz istifadə edəcəyik şəxs sonluqlarından. Yəni, şəxs sonluğu gördüksə, artıq başqa şəkilçi əlbəttə ki, yoxdursa içində, deməli, bu olacaq əmr şəklində. Məsələn, deyirik ki, o dərsə tez gəlsin. O gəlsin. Gəlsində bir dənə şəxs sonluğu işlənib. Başqa heç bir şəklin şəkilçisi yoxdur. Deməli, bu əmr şəklində sayılacaq. İkinci gələcək xəbər şəkli. Xəbər şəklini biz fərqləndirəcəyik zaman şəkilçiləri ilə. Yəni, zaman şəkilçiləri bizə xəbər şəklini tapmaqda köməklik göstərəcək. Məsələn, deyək ki, o oxuyacaq. Burada yalnız zaman şəkilçisi işlənir. Başqa heç bir şəkilçi yoxdur. Zaman şəkilçisidirsə, deməli, bu da xəbər şəklində sayılmış olacaq. Üçüncü danışaq arzu şəklindən. Arzu şəklinin özünə məxsus şəkilçisi var, A-Ə şəkilçisi. Və biz arzu şəklini düzəltmək üçün ədatlardan da, arzu ədatlarından kaş, barı ədatlarından da istifadə edə bilərik. Məsələn, kaş o tez-tez bizə gələ. Bax, gələ sözündəki ə arzu şəklinin şəkilçisidir. Eyni zamanda kaş ədatından da, arzu ədatından da istifadə olunub ki, yəni biz rahatlıqla görək ki, həm əsi var, həm ədatı varsa, deməli bu artıq arzu şəklində olmuş olacaq. Daha sonra danışaq lazım şəklindən. Lazım şəklində nədən danışacaq? Bir var, vacibliyin göstərəcək bizə, lazımlığın göstərəcək. Lazımlığı göstərmək üçün də biz istifadə edəcəyik asıəsidən. Məsələn, deyirəm ki, o oxuyasıdır, o gələsidir. Yəni, asıəsidən istifadə ediriksə, bu artıq sayılacaq lazım şəklində. Və burada nə edəyik? Lazım şəklinin digər şəkillərdən fərqi ondadır ki, inkarı deyil hissəciyi ilə düzəlir. Məsələn, o gələsi deyil, o oxuyası deyil, yəni deyil hissəciyindən istifadə edəcək. Daha sonra danışaq vacib şəklindən. Nəyə görə lazımdan sonra vacibi yazdım? Yadda saxlayın ki, lazım lazımlığın bildirdiyi kimi, vacib də vacibliyin bildirir. Vacibin özünə məxsus şəkilçisi var. Bu şəkilçi məli şəkilçisidir. Yəni, gedib lazımla vacibi qarışdırılası bir məqam yoxdur. Çünki bunun nə olsun ki, məzmunca vacibliyi göstərə bilər, lazımlığı göstərə bilər, şəkilçiləri fərqlidir. Siz gedib şəkilçisinə baxıb müəyyən etməlisiniz ki, bu hansı şəkildədir? Məsələn, deyirəm ki, o dərslərini yaxşı oxumalıdır. O, böyüklərə hörmət etməlidir. Malı-məli varsa, bu artıq vacib şəklində sayılmış olacaq. Yəni, vacibi gedib əmrlə də qarışdırmayın ki, əmr eləyir, hörmət etməlidir. Yox, əmrin şəkilçisi yoxdur. Əmr şəxs sonluğu ilə düzəlirdi. Amma vacibin özünə məxsus şəkilçisi var və bu şəkilçisi də malı-məlidir. Yəni, əmrdir, xəbərdir, arzu şəklidir, lazım şəklidir, vacib şəklidir. Yəni, belə deyək də, əsas qarışdırılan məqamlardan dediyim kimi, xəbərlə əmri çox vaxt qarışdırırlar. Düşünürlər ki, şəkilçisi yoxdur, yox. Xəbəri zamanla seçəcək, əmri şəxs sonluğu ilə seçəcək. Arzuda ədatlara da diqqət edin, zaten özünə məxsus şəkilçisi var. Lazımla da vacibi qarışdırmamaq lazımdır. Son olaraq isə 6-cı şəklimiz gələcək şərt şəkli. Adı üstündə bizlə şərt kəsəcək və şəkilçisi də olacaq sa-sə. Məsələn, o oxusa alim olacaq. Neynədir? Şərt kəsdi. Yəni, alim olmaq üçün oxumaq lazımdır. Şərti budur, alim olmaq istəyirsənsə, ged oxu. Şərt kəsdi. Və biz bunu bilək ki, heç vaxt sa-sə, yəni gəlib sonda işlənə bilməz. Niyə? Çünki şərt kəsirsə, deməli bunun davamı var. Şərtin davamı olduğu üçün də bu ancaq şərt şəkli mürəkkəb cümlənin hissəsi kimi, tərkib hissəsi kimi işlənəcək ki, davamı da olsun. Çünki oxusa deyib cümləni saxlaya bilmərik. Belə, ümid edirəm ki, izah hər birinizə yararlı oldu. Növbəti izahlarda görüşənədək hələlik.